Allah Teala buyurur ki: "Və mən xalaqtul cinnə vəl-insə illə liya'budun." Yəni mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Hərdən insan sual verir ki, ne üçün yaranmışıq? Bəziləri cür belə elə bilirlər Pepsi içməyə gəlbilər, bəziləri başqa şey. Lakin əsas məqsəddən xəbərlər yoxdur. Allah Teala bu ayədə ona cavab verir. Kim sual verirsə ki, ne üçün yaradıb Allah Teala bizi? Bu ayə Zariyyət surəsi 56. "Və mə xalaqtul cinnə vəl-insə illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Yəni mənə ibadət etsinlər, mənə şərik qoşmasınlar. Və tohidin əzəmətliyəm üçün görsən ki, insanın fitrəsindədir tohid. Çünki hər bir insan doğuranda fitrə üzəri doğulur. Yəni insana toxunmasa Allah Rəbbini tanıyacaq o. Şərik qoşmayacaq. Ona görə heyvanlar şərik qoşmur. Lakin sonra nə olur? Sonra onu atası, valideynlər ya Yahudi ilirlər, ya Nəsrani ilirlər, ya da Məcusi. Ona görə bu onu göstərir ki, valideynin təsiri. Valideyn ən birinci təsir eləyəndir. Ona görə uşağın xeyrə təsir yönətməlidir, düzgün yönətməlidir.